Sushi yemək üçün bir günlük Asiyaya gedib gəldim. Bu məkan elə hiss etdirdi çünki. Bir müddət açılıb, biz isə çoxdandır mamayla sushi yemək üçün maraqlı bir yer axtarırdıq. Dedik gedək bura. Öncəliklə bunu qeyd edim ki, bu bir reklam deyil, tamamilə öz hesabımıza getmişik. Ona görə də öz fikirlərimi paylaşacağım. Buranı digərlərindən fərqləndirən və sevdirən xüsusiyyəti özünə məxsus belə geyimlərin təqdim olunmasıdır. Məkan 2 mərtəbəlidir. Yuxarı mərtəbəsinin interyeri bir başqa gözəl idi. Həmçinin kənarda belə kabinetə bənzər kiçik otaqlar var idi ayrıca oturmaq üçün. Burada da mən belə gəlirəm, Asiya tərzində salamımı verirəm. Keçək biraz da yeməklərdən danışaq. Biz 3 çeşid sushi roldan ibarət bir set sifariş etmişdik. Ayrıca funçoza rol və krevetkalı sezar salatı. Yeməklərin dekorativ görüntüsünə heyran qaldım. Sushi rollar doğrudan da dadlıydı. Özəlliklə də hot rolun xırçıltılı olması bugünə qədər yediklərimdən fərqli idi. Sezar salatının krevetkalı olanını isə ilk dəfə yoxladım. Açığı ağız tadıma uyğun olmadığını anladım. Çünki mən toyuqlu sevirəmmiş. Bu meyvəli kokteyllərinə isə bayıldım. Çünki əsl meyvə dadırdı. Qiymətlər biraz yüksək idi mənə görə, amma gəlməyə dəyərdimi? Məncə hə, çünki buranın ambiyansına bayıldım.